Belə bir sadə sualı həm Minkowski bərabərsizliyi, həm də ki, həndəsi şərtdən istifadə etməklə həll eləyək. Birincisi Minkowski bərabərliyi o şəkildədir ki, bu ixtiyari işarəsidir. İxtiyari x-i, y-i müsbət həqiqi ədədlər, müsbət real ədədlər çoxluğuna daxildirsə, bu zaman belə bir bərabərlik ödənir. x1-in kvadratı üstə gərək y1-in kvadratı, kök altda təbii ki, x2-nin kvadratı üstə gərək y2-nin kvadratı. Belə davam eləyir. x-nin kvadratı üstə gərək y-nin kvadratı. Böyük bərabərdir. Kök altda x-lərin cəminin kvadratı üzərinə gəlinsin. Kökü biraz böyüdərik. Üzərinə gəlinsin y-lərin cəminin kvadratından. Bunu da kök alaq. Deməli, ondan bu ifadədən böyük bərabərdir. Bu Minkowski bərabərsizliyidir. İndi bundan istifadə edə bilərik təbii ki. Görürük ki, həm 4, həm 9, həm də 1 kvadratik ədəddir. Bu zaman yazarıq ki, A-nın kvadratı üstə gərək 2-nin kvadratıdır. Üzərinə gəlsin B-nin kvadratı üstə gərək 3-ün kvadratıdır. Üzərinə gəlsin S-nin kvadratı, üzərinə gəlsin 1-in kvadratıdır. İndi burada tətbiq eləsək, bu böyük bərabərdir. Kök altda A plus B plus S-nin kvadratı deməli. Üzərinə gəlsin, baxın, buradakı ədədlər 1, 3, 2. Bunların cəminin kvadratı. 1, 3, 2-nin cəmi 6-dır, 6-nın kvadratı. İndi şərtdə də bizə ABC cəmini, bu 8-dir sualda düşürəm. ABC cəmini 8 verib. Yerinə qoysaq 64, 36, kök altda 100 eləyir. Buradan da 10 çıxır. İndi bunun ən kiçik qiyməti dediyinə görə ən kiçik qiyməti elə 10 olacaqdır. Bu Minkowski bərabərsizliyindən istifadə edərək elədiyimiz həll idi. Gəlin bunu bir həndəsi şərtlə eləməyə çalışaq. Baxın, bizim deməli ədədlərimiz buydu. A kvadrat üzərinə gəlinsin 1, B kvadrat üzərinə gəlinsin 4. Bunlar kökdə. C kvadrat üzərinə gəlinsin 9. Bu bizə Pifagoru xatırladır. Necə? Məsələn, bir dənə düzbucaqlı üçbucaq çəkək. Onun katetləri olsun A ilə 1. Hipotenuz bu zaman kök altda A kvadrat üzərinə gəlinsin 1 olacaq. Və yaxud da ki, digər növbəti bir üçbucağımızı çəkək. Bunun katetləri olsun deməli neçə? B ilə 2. Bu zaman hipotenuz olacaq. Kök altda B kvadrat üzərinə gəlinsin C. Uyğun olaraq digərini çəkək. Və bunun da katetləri C və 3 olsun. Və hipotenuzda kök altda C kvadrat üzərinə gəlinsin 9 olsun. Deməli, bunları tapdıq. İndi bunların cəminin ən kiçik olduğu qiyməti tapmalıyıq. Bu bizə fizikadan da məlumdur ki, məsələn, hər hansı bir belə xəttlər verilib. Bura kök altda A kvadrat plus 1 olsun. Bura məsələn B kvadrat üzərinə gəlsin 4 olsun. C kvadrat üzərinə gəlsin 9. Baxın, bura elə bir ki, S yer dəyişimi olsun. Burada S yoldur. Baxırıq ki, burada S yer dəyişmə daha qısa olacaq. Yəni, biz daha qısa bir məsafə axtarmağa çalışırıq qısacası. İndi görürəm ki, bunları bir düz xət üzərində düzsəm, ən qısa məsafəni taparam. Gəlin, 3 dənə üçbucaq çəkək bu formada. Haradasa təxmini çəkməyə çalışaq. Haradasa belə bir üçbucaqlardır. İndi qeyd eləyək uyğun olaraq katetləri A, 1, kök altda A kvadratı plus 1. Deməli, B, 2, kök altda B kvadrat üzərinə gəlinsin 4. Və C, 3, kök altda C kvadrat üzərinə gəlinsin 9. İndi biz görürük ki, burada düzbucaqlıya tamamlama kimi proseslər eləyə bilərik. Qırıq-qırıq xətlərini eləyim. Deməli, biz böyük seçək. Bunu belə tamamlasaq, ayrı-ayrı. Haradasa belə. Bura 1-dirsə, burada dəyişim. Bura 1-dirsə, burada 1 olacaq. Bura B olacaq. Bura S-dirsə, burada S-dir. Burada 1-dir. Burada 2-dir. Bura S-dirsə, burada S-dir. Bu qədər. ABC cəmini
Məsələnin şərtində 8 vermişdi. 1, 2, 3-ün cəmi də 6-dır. Baxın, S minimum buydu da, bura. Bura S minimumdur. İndi S minimum da buradan Pifaqor teoreminə görə 90-dır da. S minimumu da buradan 10 tapırıq. Yəni, həm həndəsi şərhlə, həm də Minkowski bərabərisini istifadə edərək bu sualı həll eləmək mümkündür.